Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonuna aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. TikToker Nərmin uzun müddət qutab bişirdikdən sonra özünü halsız hiss etdiyini bildirib. Canlı yayım zamanı o, dincəlmək üçün bağa çıxdığını göstərib. Nərminin yorğun görünməsi izləyicilərin diqqətini cəlb edib. Həmin görüntüləri təqdim edirik. Hay Allah, sana kurban olayım. Dediğim o tərəfdə. Nədir? Hələ o da qalıb oldu hələ də. Heç kim risk eləyir. Çok varmış. Hə. Bir göy bir qarın verə bilər. Hə. Ustalarla mənim. Arasında bir göy bir qarın. 4 tane. Bir göy birə, bir göy bir qarın. Nahid ardadır. Ben. Stolun üstündə. Kloku mən götürdüm, ana qurban. Başımı qabıqlı yeməyə başladım, şeyəmdə. Allah haqqı it kimi. Gətirmə. Tut bunu da at içinə. Gətirmə. Get ana qurban. Kül qız başla. Rədd olayım. Kül qız başla deyirəm. Kloku ver buxuliyə təmizdir. Nə inləmə? Canlıdayam, rədd ol. Özüm bir şey vardı, ona dedim. Sen ne eve lazımdır? Yok, haydi. Deli. Bayaqdanın ağlımda qalıb şey. Ne geldi? Neydi o? Tel. Bahar. Görmedim. Deli diye bile özünü görmedim. Ne yapıştırdı sen orada da tam ateştim ben sesi. Ya. Gidip yüzüne bakıp üstüme kaçtım. Ben niye öyle bir bayağı? Ne bir sen de bana. Çıkarıyla gitmiştin. Niye onu götürmesen çıkarıyla kaçtın, bomboş kaçtın. Sonra fikirli getdim, yetim. Götüremem ne de? Ne olar stəkan gətir, çay içim, qurban olun Bahar, xahiş edirəm. Liloya, burada nömrə var, bəzim. Mən nömrə qoymuşam ki, siz mənim yerimi əziyyət çəkmədən tapasınız.